2026 Qırmızı at ili. Bu salatı sadəcə yemək üçün yox, bir məna ilə hazırladım. Çünki bu il adi illərdən deyil. Qədim şərq təqviminə görə at ili hər 12 ildən bir gəlir. Amma qırmızı at ili o 60 ildən bir olur. Sonuncu 1966-cı ildə olub və indi 2026-da biz onu qarşılayırıq. Düşünəndə biraz qəribə hissdir. Çünki növbəti qırmızı at ili 2086-cı ildə olacaq. Və bəlkə də biz o vaxt həyatda olmayacağıq. Bəlkə bu son qırmızı at ilimizdir. Qırmızı at güc deməkdir. Azadlıq, cəsarət, sürət, qorxmadan irəli getmək deməkdir. Amma eyni zamanda tələskənlik də gətirə bilər. Ona görə bu il bizdən balans istəyir. Mən bu salatı hazırlayanda bunları düşündüm. Həyat da elə salat kimidir. Hər şeyin ölçüsü, rəngi, dadı yerində olanda gözəldir. Bəlkə də bu il bizdən tələb olunan şey budur. Daha cəsarətli olmaq, amma özümüzü itirmədən. Daha sürətli addımlamaq, amma ruhumuzu geridə qoymadan. Qırmızı at ili nadirdir. Həyat da elə. Ona görə bu il ötüb keçməyə yox, hiss etməyə dəyər. Ümid edirəm 2026 hər biriniz üçün güclü, yadda qalan və ürəyimizdə iz buraxan bir il olar.